NATO'nun sonu gəlir. Trump məhz Amerikanı alyansdan çıxarmağı müzakirə edir. Gündəm xəbərin efirində 5 aprel tarixidir və bir məlumatı diqqətinizə çatdıracaq. Belə ki, Amerika və Avropa arasındakı transatlantik müttəfiqlik İranla davam edən müharibə fonunda tarixin ən ağır bir dönüş nöqtəsinə çatıb və dağılmaq müzakirəsi ilə üz-üzə qalıb. Belə ki, The Wall Street Journal nəşri Prezident Donald Trump'ın köməkçiləri ilə Amerikanın NATO'dan çıxması barədə ciddi müzakirələr apardığını yazır. Məqalədə həmçinin qeyd olunur ki, Trump Avropa müttəfiqlərinin Amerika və İsrailin İrana qarşı apardığı müharibəyə qoşulmaqdan imtina etməsinə görə onlara qarşı dərin nifrət hissi bəslədiyini nümayiş elətdirir və Ağ Ev rəhbəri açıq şəkildə sual eləyir. Əgər Avropalılar yaxın şərqdə və ya digər regionlarda Amerikanın hərbi əməliyyatlarına dəstəkləmirsə, bəs o zaman Avropanı müdafiə etmək Amerikanın maraqlarına nə dərəcədə uyğundur? Wall Street Journal nəşri bu vəziyyəti 2-ci Dünya müharibəsindən bəri formalaşmış Amerika qlobal strategiyasının məhz rəsmən çöküşü və müttəfiqlər arasında dərin bir parçalanma kimi xarakterizə eləyirlər. Trump'ın ya bizimləsiniz ya da tək ultimatumu NATO'nun 5-ci maddəsinin, yəni qarşılıqlı müdafiə etibarlılığını faktiki olaraq məhv eləyib və Avropa liderlərini Vaşinqtonun hərbi çətiri olmadan öz təhlükəsizlik sistemlərini qurmağa məcbur edib və hazırda Brüssel və Vaşinqton arasındakı münasibətlərin sürətlə pisləşdiyi və bu böhranın yaxın günlərdə alyansın rəsmi sonunu gətirə biləcəyi xəbərdarlığını da eləyir.